Xəzər Universitetinin himni, Sözləri Hamlet İsəxanlının, musiqisi xalq artistləri Vasif Adıgözəlov və Ramiz Mustafayevindir. bugünkü bayram efsal ruhiyeli, son derece mötəbər, oldukça təntənəli gecemizde iştirak eden her bir kəs. Sizlərə səslənirik. Dear participants of our honorable and magnificent ceremony, Xoş gəlmisiniz, əzizlərimiz. Xoş gördük sizləri. welcome to our party. It's so nice to see you all here. Bildiyimiz kimi bugün bizdə ikili bayramdır. İlk əvvəl bizim əziz müəllimlərimizin bayramıdır. On this Teachers' Day, we wish all the teachers a happy Teachers' Day. Biz bütün tələbələrimiz adından müəllimlərimizin səmimi qəlbdən təbrik edib, onlara can sağlığı, Uzun ömür, müvəffəqiyyətlər və gözəl tələbələr arzu edirik. Və nəhayət, Xəzərimizdə 131 məzun, 99 bakalavr, 32 magistr olmuş növbəti 25-ci məzunluq mərasimində sizləri salamlayır. Xəzər Universitetinin Humanitar və Sosial Elmlər Fakültəsinin 2-ci kurs tələbəsi Elnarə Əliyeva And third-year student of the School of Medicine of Khazar University, Swapnil Borade. və mən Xəzər Universitetinin Humanitar və Sosial Elmlər Fakültəsinin 2-ci kurs tələbəsi Orxan Abdullayev. Biz indi Xəzərimizə bugün əlvida deyib gedəcək məzunlarımıza səslənmək istərdik. Əziz məzunlarımız, bu elm, sevgi məbədgahını heç unutmaq olarmı? We would like to turn to our graduates living in Khazar University. Our dear graduates, is it possible to forget? It's impossible to forget Khazar. It's like a sea of happiness. Ay Nara, bu cür gözəl təhsil mərkəzini, məbədgahı heç unutmaq olarmı? Əlbəttə xeyr. Doğrudan da sanki sənədət dənizdir Xəzər Universitetimiz. Orxan, amma nə qədər çalışsaq da biz bu universitetimizin gözəlliyini
Bu üniversitemizin qurucusu Hamlet İsaxanlı qədər aydın ifadə edə bilmərik. Gör nə gözəl buyurmuş şair Şahin Fazil. Bir elim evinin gör nə gözəl əyyamı gəldi. Susmuşdu könül, təbi coşub, ilhamı gəldi. Olsun gözün aydın ki Xəzər bayramı gəldi. Hamlet İsaxanlı elə ki bir Xəzər açdı. Tək qalmadı, ölkəmdə Xəzərlər qoşalaşdı. Az vaxtda bu məbəd elə məşhur ola bildi. Bir təntənə, bir dəbdəbə, bir şur ola bildi. Gözlərdə, könüllərdə əsl nur ola bildi. Hamlet İsaxanlı elə ki bir Xəzər açdı, tək qalmadı. Ölkəmdə Xəzərlər qoşalaşdı. But namely, Professor Hamlet Isakhanli, the founder and president of Khazar University, said his best about Khazar. Hamlet müəllim, sizi dinləmək bizim üçün doğrudan da böyük şərəf olardı. Buyursun, Xəzər Üniversitəsinin qurucusu və rektoru Professor Hamlet İsaxanlı. Now, we need to go to the founder and president of Khazar University, Professor Hamlet Isakhanli. Aziz məzunlar, sizi təbrik edirəm, ürəkdən. Və inanın ki, mən hər dəfə sizi qədər mən də həyəcanlanıram. Çünki sizlə biz eyni işi görürük. Siz ali məktəbi qurtarmağa çalışırsınız, biz çalışırıq ki, siz ali məktəbi qurtarasınız. Siz çalışırsınız ki, yaxşı qurtarasınız, yaxşı bitirəsiniz, biz də çalışırıq ki, siz yaxşı məzun olasınız. Və bugün bizim 25-ci məzunlar təntənəmiz. Üniversitetin yaşı 25-dən azdır, amma məlum səbəblərə görə ki, biz ildə 2 dəfə məzunlar təntənəsi olur, biz həyata vəsiqə veririk sizə. Ona görə bugün 25-ci məzunlar təntənəsiz və səhv eləmirəmsə, bugün ən çox məzun olan günümüzdür bu indiyənə qədər. Siz yaxşı bilirsiniz, hamıdan yaxşı siz bilirsiniz ki, Xəzərdə oxumaq xeyli çətindir. Ən azı başqa ali məktəblərlə müqayisədə oxumaq çox çətindir. Ona görə buranı qurtarmaq gözəl bir işdir və siz bir rahat nəfəs alırsınız. Mən bilirəm ki, bugün rahat, ləzzətlə nəfəs alırsınız ki, buranı bitirirsiniz. Amma elə həyatın gözəlliyi çətinlikləri, maliyyələri, sədləri aşmaqdan ibarətdir. Çünki o sədləri aşanda sonunda siz bir gözəl mütəxəssisə çevrilirsiniz. Ümumiyyətlə, biz Xəzəri, buradakı insanlar, Xəzərdə çalışanlar, Xəzəri yaradanlar, qarşımızda qoyduğumuz məqsəd o idi ki, biz burada elə tələbələri elə oxudaq ki, onlar buranı bitirəndə elə yaxşı mütəxəssis olsunlar ki, onlar dünyanın hər yerində işləyə bilsinlər. Bunun üçün onlar dünyanın hər yaxşı yerlərində tələbələr nə oxuyurlarsa onu oxumaqlar. Dünyanın hər yerində getmək üçün yaxşı dilləri bilməlidirlər. Dünya görüşləri geniş olmalıdır. Biz bunların hamısını sizə öyrətməyə çalışmışıq. Üstəlik biz sizi dünya vətəndaşı eləməkdən əlavə biz çalışmışıq, siz həm də yaxşı Azərbaycan vətəndaşı olasınız. Çünki kökü olmayan heç nə yaşaya bilməz. Hətta göydə uçan quşlar görürsünüz ki, əvvəl uça bilmir. O hamısa yerə edib dayanmalıdır. Və sizin də kökünüz, əgər burada doğulursunuzsa, Azərbaycan torpağı kökünüz, başqa ölkələrdən gəlirsə dünyanın kökünüz oradır. Yəni, həmin yaşadığın ölkənin vətəndaşı olmalısınız. O baxımdan biz çalışırıq ki, siz xüsusi halda bizim mədəniyyətimizi, incəsənətimizi, musiqimizi öyrənəsiniz. Çünki onsuz da həyat yoxdur. Əlinizə Xəzər Universitetinin himni səsləndi. Mənim yadıma düşür ki, artıq universitet biraz addımlarını atmışdır. Mən fikirləşdim ki, artıq bu universitetin himni lazımdır. Bəs necə eləyək? Mən Bəstəkarlar İttifaqına məktub göndərdim. O zaman Bəstəkarlar İttifaqının sədri bizim məşhur bəstəkarımız Vasif Adgözəlov idi. Ona məktub göndərdim. Digər məşhur bəstəkar Ramil Mustafa bizə dərs deyirdi. Xoru aparırdı.
Və mən dedim ki, mümkünsə siz bizə himn yazılmaq üçün bir müsabiqə elan edeyim. Yəni, mən biraz çəkindim ki, Başbaşı Gözəl Qulurcu'na deyim ki, bizə himn yazın. O bana dedi ki, olandır, biz himni biz yapaq. Yəni, müsabiqə elan edəməyək, biz yazaq. Və doğrudan da bu himn yalandı. Arkasından sonra biz bir tələbə bazıda yazdık, Ramiz Mustafa ilə bir yerdə, Xəzərin sorularının altında, yəni eşidirsiniz. Yəni, Xəzərin həyatı bir gənclik həyatı olduğu üçün bu gənclik həyatı oxumaqla bərabər mənalı bir insan həyatı, musiqili, incəsənətlə dolu, sənətlə dolu bir insan həyatı olmalıdır. Biz bunu da çalışdıq, sizdə olsun. Bütün bunlar nə cür alındı, onu qiymətləndirmək bizim işimiz deyil. Onu qiymətləndirir ictimaiyyət, onu qiymətləndirir sizi işə götürənlər. Əgər siz işə yaxşı təşkilatlarda, yaxşı şirkətlərdə işə daxil ola bilirsinizsə, orada irəli gedə bilirsinizsə, bu o demək ki, biz bu dediklərimizin mühüm qismini görmüşük. Hər halda bir şey əldə olmuş, biz bunu görməyə çalışmışıq. Mən sizə, sizin müəllimlərə təşəkkür edirəm ki, bu işi bərabər gördünüz. Sizin valideynlərinizə də təşəkkür edirəm ki, onlar bilirəm ki, valideynlərin seçimi mühüm rol oynayır. Onlar da sizlə bərabər Xəzər Universitetini seçdiniz, gəldiniz. Və onları hamınızı təbrik edirəm. Arzu edirəm ki, siz bir tərəfdən artıq müstəqil insan kimi rahat iş həyatı qurub, ailə həyatı qurub, ümumiyyətlə, dünyanı yaxşı dərk edib və çalışasınız. Böyle insanlar olasınız. Hərəmiz ürəyimizdə tutduğumuz arzu dünyasında, o istiqamətdə. Eyni zamanda mən arzu edirəm ki, siz böyüdükcə Xəzərə daha da bağlanasınız. Yəni, geri dönüb gələsiniz. Bura sizin ana vətəninizdir. İnsanın doğma az sayıda doğmalar olur. Bir atası anası olur. Anası ki Allah verir. Doğulduğu yer olur, o da seçilir. Üniversiteti seçirsiniz ama seçiləndən sonra o sizin olur. Bu da sizin daha dəyişə bilməzsiniz. Artıq Kur'an'ın məzunu oldunuz. Harada da başqa yerdə olsanız da ama bir Kur'an'ın məzunu oldunuz. Və mən istərdim ki, siz ömrü boyu fəxrlə deyərsiniz ki, bu bizim üniversitetdir. Maraqlanarsınız, görəsiniz ki, üniversitet necə ilerləyir. Və eynilə biz sizi izləyək ki, görək ki, bizim məzun çox böyük alim oldu, çox böyük siyasətçi oldu, çox böyük milyarder biznesmen oldu, çox məşhur həkim oldu və elədir. Və bizim qarşılıqlı dəyərləşmemiz bu cür davam edir. Təbrik edirəm. Magistr məzunlarımızı dəvət edirik. Buyursunlar. Now let's greet our masters and invite them to the stage. İqtisadiyyat və Menecment Fakültəsi, School of Economics, Hüquq Fakültəsi, School of Law, Humanitar və Sosial Elmlər Fakültəsi, School of Humanities and Social Sciences, Din Fakültəsi, School of Medicine. diplomları təqdim edirlər. Diplomas are awarded by bizler için gece gündüz demeden çalışan, geleceğimizi bizlerden daha da çok düşünerek an an dilimize kalan, fasilesiz verdiğimiz soruları bezmeden cevaplandıran yardımcı işlekanlarımız. our dear constantly caring for us beings, Prorektor, Memarlıq, Mühəndislik və Tətbiq Elmlər Fakültəsinin dekanı, Texnik Elmləri namizədi Doçent Rafiq Əhmədov. Rafiq Ahmedov, Dean of the School of Architecture, Engineering and Applied Sciences. Prorektor, İktisadiyat ve Management Fakültəsinin dekanı Profesör Məhəmməd Nuriyev. Professor Mehmet Nuriyev, the Dean of the School of Economics and Management. Humanitar və Sosial Elmlər Fakültəsinin dekanı Cabir Xəlilov. The Dean of the School of Humanities and Social Sciences, Zabir Khalilov. Tip, Stomatologiya ve Səhiyyə Fakültəsinin dekanı
Nigar Hanım Bagırova. The Dean of the School of Medicine, Dentistry and Public Health, Nigar Bagirova. Tarix Departamentinin müdürü, Elmlər namizədi Roza xanım Arazova. Buyursunlar. The head of the department, Rosa Arazova. Mezunun adını demek için MBA mezunu Aydan Ekberova'ya söz verilir. Aydan Alakbarova, MBA graduate. Hazar Üniversitesi'nde elde ettiğim bilik ve bacarığı tatbik ederek ailem, halkım ve vatanım için faydalı olacağıma and içirem. Hazar Üniversitesi'nin şerefini koruyacağıma and içirem. I swear to apply all my knowledge and skills that I gained at Hazar University for the benefit of my family, my people and my country. I swear always to honor Hazar University. İndi isə Hippokrat andını demək üçün söz verilir Tıp Fakültəsinin məzunu Hüseynova Sevdaya. The graduate of the School of Medicine, taking a Hippocrates oath. Dilinden, dininden, milletinden ve ilginden, milletinden ve ilginden, maddi vəziyyətindən asılı olmayarak, bütün xəstələrinə, öz doğmalarına qədər yaxın olacağıma, və onların sağlaması üçün, əlimdən gələni edəcəyimə and içirəm. And içirəm. Aynure Paşayeva. Diploma in Medical Biology. Elnur Abbasov. Diploma in Medical Biology. Nergis Hüseyinova. Diploma in Medical Biology. Rüfel Caviyev. Diploma in Medical Biology. Sevda Hüseyinova. Diploma in Medical Biology. Selide Semedova. Diploma in Medical Biology. Sankar Chabakal. Honor Diploma in Medical Doctor. Aydan Ekberova. Honor Diploma in Management. Leyla Özelova. Honor Diploma in Management. Elman Sabiyev. Honor Diploma in Management. Irina Sobiyeva. Diploma in Finance. Sabina Abdullayeva. Diploma in Finance. Xatirə üçün şəkil. Photo for our memory. Qəbul imtahanlarına çox az bir müddət qalır. Abituriyent qarşısında dəftər, əlində qələm, fakültələri həyəcanla yazıb pozur. Bir cür qərarlaşdıra bilmir. Xəzər yoxsa yox? Xəzər yoxsa yox? Yazın mı, yazmayın mı? Bir qədər fikrdən sonra Anacan, axı mən Xəzərdə təhsil almaq istəyirəm. Siz niyə mənə icazə vermirsiniz? Abala, Xəzər kimi adı özel olan bir universitetdə oxumaqdansa, hazır dövlət universitetlərinin birində təhsil alaq, gələcəkdə də bilərsən ki, rahat işin olar da, deyən avar deyirlər. Və yaxud da, xeyr, mən adı özəl olan bir universitetdə oxumaram. Mütləq dövlət olmalıdır deyən abituriyentlər. İndi bizi yaxşı dinləyin. Dinləyin ki, adı özəl olan bu bəyənmədiyiniz universitet məzunlarımızın səslərinin haralardan gəldiyindən agah olun. Here are the names of the Kazakh ex-graduates. Eldar Samidov,
Azərbaycan Milli Bankı, Works for Azerbaijan National Bank. Vüqar İbrahimov, BP Company, Works in BP company. Rüfət